xoş gördük hər birinizi. Nəm salfetlərdən istifadə etmək nə qədər təhlükəlidir? Ümumiyyətlə son dövrlər nəm salfetlərdən çox istifadə olunur. El dilində isə can qutaran bir şeydir. Amma tibbi tərəfdən yanaşsaq, heç də o qədər də düşünüldüyü qədər məsləhət deyil. Çünki əvvəla nəm salfetlərin tam təmizliyinə, steril olduğuna heç kəs qarantiya vermir. Ona görə bəzi hallarda görürük ki, üzə çox istifadə olunur, heç məsləhət deyil. Çünki tərkibində olan xüsusi müəyyən bir spirtlər, parabenlər, hansısa bilmədiyimiz kimyəvi maddələr üz dərisini qıcıqlandıra bilər, dərinin piy, yağ mübadiləsini poza bilər, quruda bilər və yaxud da körpə uşaqlarda bilərəkdən, bilməyəkdən istifadə olunur. Sterillik tərəfdən məsləhət deyil. Ola bilər ki, içərisində baxıla heç bir spirti olmayan, yalnız brend bir məhsul nəm salfetdən uşaqlara istifadə olunsun. Belə hallarda olar. Amma hər gündəlik istifadə olunacaq, mən bunu artıq rutin halına gətirəcəm, məsləhət görülmür. Həm sterillik tərəfdən dediyim, həm dərini qurutmaq tərəfindən. O yüzdən ancaq su olmayan yerlərdə, hansısa məcburi bir hallarda istifadə edə bilərsiniz. Ona görə özünüzə, dərinizə daha yaxşı diqqət eləyin. Daha məsələn, misellar sudan istifadə eləyin üz üçün təmizlik. Nəinki nəm salfetlərdən. Sağ olun, özünüzə yaxşı baxın.